Bu qardaşımız çox yaxşı sual verib, onu cavablandırmaq istəyirəm. YouTube'da yəni bu işi öyrənmək olarmı? YouTube'da və ya digər sosial şəbəkələrdə. Təbii ki, müəyyən məlumatları sosial şəbəkələrdən almaq olar. Yəni qardaş soruşur ki, o traderlərin paylaşdığı texniki analiz, yəni o doğrudur, yəni doğru çəkirlərmi? Yəni eyni şeyi də mən öyrədirəmmi? Mən sizə bir şey deyim. YouTube'da ümumiyyətlə sosial şəbəkəsi olan, yəni səhifə işlədən traderlərin əksəriyyətinin bu işdən tam anlayışı yoxdur. Mən sizə səmimi deyim. İstəyir bu bizim ölkədə olsun, istəyir başqa ölkənin yəni traderləri olsun. Yəni üzdən bilirlər. Baxırsan ki, qrafikdə 5-6 dənə indikator, 10-15 dənə nə bilim trend xətləri, 10-15 dənə dəstək direnç xətləri, qrafikdən başqa hər bir şey var. Grafikin özü görünmür və grafikdə görməyən də mənzərəni, yəni olan vəziyyəti tam anlamaq olmur. Amma özünüzlə öyrənmək, yəni bu işi tam sərbəst şəkildə öyrənmək olarmı ya yox? Təbii ki, olar. Müəyyən baza məlumatları, yəni internetdən toplamaq olar. Amma özünüz bu işi tam peşəkar öyrənməniz üçün buna illər lazımdır. Yəni burada tək texniki analiz deyil ki, yəni onu öyrənəndən sonra qazanmağa başlayasınız. Burada bir çox məqamlar var. Yəni bu istər büdcənin idarə olunması olsun, texniki analiz olsun, nə bilim orada çox yəni şeylər var. Psixologiya tərəfi olsun işin. Yəni hansı coinləri seçmək lazımdır, onların həcminə baxmaq lazımdır gün ərzində. Yəni orada faktorlar çoxdur. Bunların hamısını cəm şəklində biləndən sonra, analiz edəndən sonra əməliyyata girmək lazımdır. Yəni bunu bir saatlıq video ilə belə deyək, yəni bir saatlıq belə hətta video paylaşsaq da belə tam anlatmaq mümkün deyil. Və yaxud da ki, bunu artıq bütün bu yolları keçmiş bir peşəkar adamdan təlim alıb bunu tam şəkildə öyrənmək olar. Məsələ burasındadır ki, təlim keçənlərin əksəriyyəti də bu işi tam bilmir. Yəni mən heç kəsin haqqına girmək istəmirəm. Sözsüz ki, peşəkar təlim keçənlər də az deyil. Bunu artıq traderin özü seçməlidir, baxmalıdır, seçim edib, yəni təlimə qoşulmalıdır. Amma internetdən, yenə sizə deyirəm, hər gördüyünüz traderin paylaşdığı analizlərə inanmayın. Çünki mən özüm, yəni qabağıma çıxanda baxıram ki, yəni bu trader heç orta səviyyəli trader deyil. Yəni onun etdiyi analizlərdən bunu bilmək olur. Yəni artıq peşəkar olandan sonra təbii ki.